Bir daha axşamınız xeyir olsun əziz dinləyicilər. Hafta FM'de yoldasan verilişinə qulaq asırsınız. Studiyada mənəm Əli Ağayev. Bir saat boyunca yollarda olan ən son xəbərləri, ən son məlumatları məhz bizdən alacaqsınız. Və təbii ki, müzakirə olunası və müzakirəyə qoşulası mövzumuz var. O mövzuda hansı da indi sizə bildirəcəm. Keçən həftəki mövzumuz bir qədər yarımçıq qalmışdı və sizdən həddən ziyadə çox suallar başladılar ünvanlamağa ki, bəs yağ alarkən nəyə fikir verək, tam olaraq məlumatı əldə edə bilmədik, hansı önəmlər, hansı detallar önəmsəmək lazımdır ki, yağ alarkən yanlış seçim etməyək. Mən də qərara gəldim ki, bugün mövzumuzu elə bu yüzdən davam edək və mövzunu da araşdırmağa, tam dəqiq və səhih xəbərləri, tam dəqiq məlumatları bizim Yoldasan komandasının baş yağ mütəxəssisi Elçin Məmiyevdən alacaqsınız. Yeri gəlmişkən studiyadadır, axşamın xeyir olsun. Salam Elçin Əli bəy, hər vaxtınız xeyir. Dinləyicilərinizi də buradan salamlayıram. Özünüz əziz, keyfiniz, əhvalınız. Mən də yaxşıyam, təşəkkür. Salamatlıqdır, normaldır. Hələ ki tıxac biz tərəflərə gəlib çıxmayıb, amma birazdan olacaq. Və şəhərin də bir sıra küçələrində, əsas küçə və prospektləri artıq tıxacla doludur. Əhşət sıxıcılığı var şəhərdə. Ümid edirəm ki, biz buradan salamat şəkildə çıxıb gedə bilərik. Və istəyirəm mövzunu araşdıraq səndən bir yerdə. Mövzu da nədir? Mövzu odur ki, doğrudanmı yağı seçim edərkən biz səhv buraxmırıq? Yəni yağ seçimi edərkən nələri öyrənsəmək lazımdır? Təbii ki, sən bir mütəxəssissən, sən həddən artıq çox incəlikləri bilirsən ki, onu bilmək müştəriyə lazım deyil. Sürücüyə lazım deyil. Sürücü nələri bilməlidir? Mühərrik və yağ seçimində nələr düzgün addım atılmalıdır ki, sabahları avtomobildə hər hansı bir mənfi təsiri olmasın? Bugünkü gündə Əli bəy, mən qeyd etmək istərdim ki, ən böyük problem bilirsiniz nədir? Bu yağ alarkən müştərilər C3 sərkibli yağ alırlar. C3 sərkibli yağlar əksər firmaların demək olar hər birində yazır ki, üstündə benzin və dizel üçündür. Benzinə də uyğundur, dizel üçündə. Amma əsas təyinatı onun dizel Avro 4, Avro 5, Avro 6 standartlı dizel avtomobillər üçün nəzərdə tutulub. Benzinlə də istifadə etmək olar, ancaq bir halda ki, yüksək oktanlı yanacaqdan istifadə halında. Yəni ən azından minimum 95-98 tökülməli. Bəli, heç 95 də kükürt miqdarı çox olan 95 də heç uyğun deyil əslində ona. 98, bəli. Əslində yəni onun təyinatı o deyil də, sadəcə onu o alternativ seçim kimi onun üstünə yazırlar ki, benzin və dizel üçün. Və yaxud da ki, yanacağa qatqıdan istifadə etmək olar. Ümumiyyətlə heç o əslində məsləhət deyil onu benzinə tökmək üçün. Onu o vaxtı tökərsiniz ki, siz həmin avtomobilinizə uyğun olan təsnifat kodda yağ tapa bilmirsiniz, məcburiyyət halı yaranıb, C3 sərkibli yağı istifadə edə bilərsiniz. İndi gəldik əsas məsələyə. Biz həqiqətən yağ tapa bilə bilmərik? Yox, bugünkü gündə Azərbaycanda elə bir problem yoxdur. Nəzərə alsaq ki, biz özümüz Bakı şəhərində işləyirik. Bakı şəhərində belə bugünkü gündə əksər satıcıların savadsızlığı ucbatından insanlara C3 yağı təklif olunur, verilir və gətirmə. Dəfələrlə müştəriyə bunu izah eləməyə çalışıram ki, C3 sərkibli yağı tökmək olmaz. İndi sual yaranır ki, niyə olmaz? Məsələ nədir burada? C3 sərkibli yağlarda o 100 dərəcədə o qorunma qatı deyirlər də, keramik özüldür. Bu aşağı olur. Nəzərə alsaq ki, bizim yanacaqda kükürt miqdarı yüksək olduğu üçün əslində düşünək ki, yanacaq olaraq biz aktanı fikirləşik ki, 95 aktandırsa daha tez alışma rahat gedir. Əslində alışma rahat gedir söhbəti deyil. 92-də alışma kükürt miqdarı çox olduğu üçün daha tez alışma gedir. Əslində Porsche tam yuxarı sıxılma verməmiş, alışma getdiyi üçün detonasiya yaranır. Detonasiya da yağın iş prinsipi sürtünmənin qabağını almaqdır. Bu detonasiya baş verəndə bu kükürt miqdarı çox olan, sülfit külü çox olan yağlarda, C3 sərkibli yağlarda, low subs yağlarda bu qorunma özüllüyü aşağı olduğu üçün kükürt miqdarı olan yanacaqla işləyən maşında detonasiya çox olur. Özüllük zaten bizə çox lazımdır ki, kükürt miqdarı çox olan avtomobillər üçün ki, o aşınma getməsin. Ona görə qeyd edirəm ki, yalnız onun yazıblar ki, onun təyinatında yüksək aktanlı yanacaqdan, yüksək keyfiyyətli yanacaqdan. Burada təkcə aktandan rol oynamır ha. Yüksək yanacağın keyfiyyətindən də siz 95 də tökə bilərsiniz, kükürt miqdarı çox olandan sonra bu o qədər yaxşı yenə də effekt verməyəcək, nəticə verməyəcək.
Onun üçün də bu C3 yağlarının insanları ən çox Söhbət çaşdıran benzin mühərriklərindən gedir də. benzin mühərriklərindən Benzin mühərriklərindən gedir. Benzin mühərriklərindən Amma dizeldə istənilən halda istifadə eləmək olar. Dizellərdə bütün dizel avtomobillərdə onu istifadə eləmək olar. Amma əsas təyinatı Avro 4, Avro 5, Avro 6 standartları üçündür. Çünki Avro 4-ə qədər benzin və dizel yağları eyni tərkibdə olub. Yəni belə deyim də, əgər misal üçün təbii ki, bu dəqiqə bizim yollarda kifayət qədər köhnə avtomobillər də işləyir. Söhbət gedir 90-dan bu yana olan, 90-2000 arası olan dizel mühərrikli avtomobillərdən onlara C2 standartı gedir. Yox, mən sizə belə deyim. 2005-ci ildə Avro 4 standartı çıxıb. 2005-ci ilə qədər benzinlə yağın seçim fərqi yox idi. Yəni siz onu A3B4 ilə də tökə bilərsiniz, universal yağ idi. Onu benzinə də tökə bilirdiniz, dizeldə. Çünki həmin avtomobillərdə bu sarj filtr rus dilində, bizim dildə partikül filtr deyirlər, rus dilində, ingilis dilində DPF filtri deyirlər. Bu həmin filtr tutulur. Avro 4 standartında o qurum süzgəcini həmin avtomobillərə əlavə elədilər ki, ekologiya çirklənməsin. Onu bildim. Yəni yaxşı, köhnə avtomobildir də gəlib yanımıza. Bəli. Düzdür. Misal üçün də 96-nın, 97-nin Mercedes-idir. Gəlib ki, mən mühərrikin yağını dəyişmək istəyirəm. Mən nədən töküm ona? Mən nə istifadə edə bilərəm? Misal üçün mənə maraqlı olan odur ki, siz avtomobilə nə yağ tövsiyə verirsiniz? Bu həmin avtomobillər 2005-ci ilə qədər olan avtomobillərdir. Həmin avtomobillərdə yağın tökərkən bu A3B4 standartı, yəni A3 benzini bildirir, B isə dizelin kodudur. Yəni həm siz benzini istifadə edə bilərsiniz, həm dizeli yəni istifadə edə bilərsiniz. İstənilən yağın A3B4 standartlı yağ A3B4 buraxılışı varsa, onda həmin mühərrikə o yağı tökmək olar. 2005-ci ilə qədər olan bütün avtomobillərə A3B4 istər benzin, istər dizelə tökə bilirsiniz. Bəs BMW-nin buraxılışı nə idi? O da A3B4 idi axı, yox? A3B4 Avropanın təsnifatıdır. Aha. Ümumi Avropanın təsnifatıdır. Bu C standartı isə 2005-dən sonra çıxdı. Avro 4 standartlarından sonra Avro 4, Avro 5, Avro 6. Ona qədər A benzini təmsil edirdi, B dizeli təmsil edirdi. C isə artıq çıxanda Avro 4-dən sonra dizeli təmsil elədi. Amma yenə də deyirəm, orada yenə də qeyd edir ki, alternativ kimi benzinə tökə bilərsiniz, ancaq yalnız və yalnız yüksək keyfiyyətli yanacaq və aktanlı yanacaqdan istifadə etdiyiniz halda. Yaxşı, yəni, bəs yeni nəsil avtomobillərə, yəni 2005-dən sonraki benzin mühərriklərinə, bəli, onlardan hansıdır standartdır? Onlarda artıq markalara görə dəyişir. Təsnifat kodları, məsələn, BMW-də Long Life 01, Mercedes-də 229.5 ən populyar benzin mühərriklərinin təsnifat kodlarını deyirəm. Asiya maşınlarında və İLSAK, Yaponiya, Koreya avtomobillərini nəzərdə tuturam. Amerika maşınlarında Lexus 1 benzin. Dizel üçünsə Lexus 2 Amerika maşınları üçündür. Yaponiyanın Asiya maşınlarının isə o təsnifatı olmadığı üçün Avro 4 standartı isə avtomatik C3 tələbidir. İstir Yapon maşınları, istir Koreya maşınları, istir Avropa maşınları. Bu eynən Amerika maşınlarında da C3 olan yağlarda Lexus 2 olur zaten. Bu da eynən Amerika maşınlarına aiddir. Əziz dinləyicilərimiz, siz hansı yağdan istifadə edirsiniz? Təbii ki, yazıb göndərə bilərsiniz bizə. Bizim mütəxəssisimiz məsləhət verə bilər ki, həqiqətən istifadə etdiyiniz yağ yaxşıdır və yaxud pisdir. Və biz təbii ki, ola bilsin ki, yağ markasının adını çəkə bilməyək, amma sizə bilməyən olaraq məsləhət görə bilərik. Və eyni zamanda əgər düzgün deyilsə, artıq biz orada yağ standartının dəyişdirilməsini də sizə məsləhət görə bilərik ki, bu yağdan bu yağa keçsəniz daha məqsədə uyğundur. Bu yağın keyfiyyəti o qədər də deyil. Misal üçün, çünki nəzərə alsaq ki, əvvəllər deyirdilər onu ki, bazarda 500-dən artıq marka yağ var. İndi hətta onlar 600 belə keçiblər. Və kifayət qədər də ürəyiniz istədiyiniz ölkədən yağ gətirirlər bu dəqiqə. Bazarda var, istər və çox təəssüflər olsun ki, istənilən markanın ikinci əli də çıxıb artıq. O yola da əl atıblar və belə deyim də, güya ki premium yağdır, premium markadır. Onun ikinci əlini, belə deyim də, daha ucuz versiyasını
hal-hazırda bazarda satışda görə bilərsiniz. Odur ki, orijinal mallara üstünlük verin, birmənalı olaraq. Nə qədər orijinal mal istifadə edərsəz, o qədər də sizə də, bizə də, avtomobilinizə də rahat olar və hər hansı bir problem yaşanmaz ki, sabah rahat şəkildə avtomobilinizi idarə edə bilərsiniz. Ustanın yanına gedəndə, usta mühərriki də belə açsa, ehtiyac olsa ki, sizə göstərsin, o zaman avtomobilin mühərrikinin də sağlam şəkildə olduğunda özünüz şahidi ola bilərsiniz. Necə ki, biz salam, hər vaxtınız xeyir olsun. 77 deyir 901 nömrəsini itirmişəm. Keçmiş olsun. 77 deyir 901 nömrəsini əgər tapanlar varsa, zəhmət olmasa efirə yazsınlar, bizimlə əlaqə saxlasınlar. Biz də Rəşad bəyə sizi yönləndirək. Mahir yazır, salam, hər vaxtınız xeyir olsun. Kia Sportage 1.7 dizel bu yağdan istifadə edir. C3 standartından tökür. Artıq 2 ildir və çox razıyam. Yaxşı bir markadır. Marka olaraq Fransa brendidir. Keyfiyyətli yağdır. Yəni davam edə bilər arxayınlıqla. Təsnifat kodunda düzgün istifadə edir. Yəni heç bir problem yoxdur. Düzgün yoldadır, elə də davam edər. Mahir bəyin seçimi düzgün yolda. Bəli. Əla. Sahib bəy yazıb bizə 544 litrlik dəmir qabda Hyundai Tucson 2008-ci il üçün necədir? Məsləhətdirmi? Bildim. O marka olaraq bilirsiniz necədir? Belə bir məsələ var ki, marka özünü Yaponiyanın markası kimi təqdim edən bir markadır. Yaponiya ilə heç bir əlaqəsi yoxdur. Əslində. Bəli. Yağ Singapurun yağıdır. Sadəcə yenə deyirəm, birinci növbədə yağ niyə özünü hansısa bir ölkənin adı altından istifadə edərək satmağa çalışsın. Mən onun keyfiyyətindən çox da razı deyiləm. Heç onu məsləhət də görmürəm. Əgər sırf Yapon yağı ilə maraqlanırsa, Yapon yağı Azərbaycan bazarında hal-hazırda var da, o yağlardan da istifadə edə bilər. Və yaxud elə bizim Nexium yağlarını. Bəli. Nexium Avropa yağlarından birindən istifadə edə bilər. Nexium və Venol yağlarından istifadə edə bilər. 540 var, 540-ımız da var və xüsusi olaraq da yaxınlaşıb əldə edə bilərsiniz. Yeri gəlmişkən, əgər bizi dinləyirsinizsə, Sahib bəy indi hal-hazırda mən sizə nömrə deyirəm, həmin nömrə ilə də əlaqə saxlaya bilərsiniz. 051 357 31 03 nömrəsi ilə əlaqə saxlayın. Yağı da endirimdən əldə edə bilərlər. 4459 abonenti yazıb. Salam, Kia Sportage 2011-ci il 2.4 benzin üçün hansı növ yağ döküm? 100.000 yürüşü var. Təşəkkür edirəm. Biz təşəkkür edirik. Həmin avtomobildə 5W30 Vyaskasında yağdan istifadə olunur özürlüyündən. Təsnifat kodu isə həmin avtomobillər üçün İLSAK CF6 və yaxud da ki, daha yeni kod İLSAK CF7. Bundan istifadə etsin. Yəni, onlar daha məqsəd uyğundur. Bəli, marka olaraq da normal bir marka seçsin. İndi Azərbaycan bazarında yetəri qədər yaxşı yağlar var. Onlardan biri də yenə bizim o Venol yağları, Nexium yağları, bunlardan da rahatlıqla istifadə edə bilər. Əsas odur təsnifat kodu dediyim kimi 530 İLSAK CF6 və yaxud 7, daha yeni təsnifat kodu 7-dən istifadə eləsin. Yağ markası Elçin bəy, belə bir sual bulmalıyırlar ki, mühərrikə həqiqətən fərq edirmi, yoxsa elə hamısı eynidir? Yox, fərqi çoxdur. Əsasən yağ markası olaraq həmin brendlərdə birinci nəyə fikir vermək lazımdır? Bunun neçənci nəsil baza yağ olduğunu, neçənci qrup yağ olduğunu. Çünki burada əsasən hal-hazırda bazarda ən çox kütləvi istifadə olunan 3-cü nəsil baza yağıdır. Bəzi markalarda hətta 2-ci nəsil, 4-cü nəsil çox az qrup baza yağı olan yağlardan var. 5 demək olar ki, bəlkə əl gəzsən bir dənə, 2 dənə belə tapa bilərsiniz. Düzdür, onlar bizim üçün çox vacib təyinatda deyil. Əsasən 3-cü və 4-cü nəsil baza yağları daha çox önəmlidir. O da təyinatında yenə uyğun istifadə etmək lazımdır. Əgər sizin mühərrik turbo mühərrikdirsə və yaxud da ki, kompresor turbo chargerləndirsə, onda siz ona mütləq şəkildə 4-cü nəsil baza yağından istifadə etməlisiniz. Yox, sadə mühərrik, atmosferik mühərrikdirsə, onda siz 3-cü nəsil hidrocracking yağlardan da istifadə edə bilərsiniz rahatçılıqla. Bu bir mənalı olaraq belə deyim də, mən onların əsasən yağın tərkib hissəsini dedim. İndi bilirsiniz, hər markanın özünün təsnifat kodları var. Onu həmin avtomobil markasına görə kömək eləmək olar. Bəs yağın ümumiyyətlə keyfiyyəti mühərrikin səsini və vibrasiyasını azalda bilirmi? Əslində bu düzgün yanaşmadırmı? Əslində səsi azaltmır. Sadəcə olaraq düzgün seçim etməyəndə səs artır.
heç bir yağ maşının normadan artıq səsini azalda bilməz. Maşının səsi nədirsə, o vəziyyətdə də saxlayacaq. Sadəcə düzgün seçim olmasa da səsi arta bilər. Yox, nəyə görə deyirəm? Misal üçün deyirlər ki, 5.30 tökürdüm, keçdim 5.40-a, maşın başladı sakit işləməyə. Yox. Elə yanaşma var da, yəni fakt bilirəm ki, var. Belə yanaşma var. Çünki 5.40 yağı qatı yağdır. Bu onu təsiri göstərə bilər ki, bəli, maşın sakit işləyə bilər. Amma həmin avtomobilin təyinatı üzrə əgər ona 5.30 tövsiyə olunubsa, deməli o avtomobildə bir problem var. Ona daha qatı yağan, məsələn 10-40-a falan keçirirsinizsə, səsini azalda bilərsiniz, amma digər cəhətdən başqa fəsadları verir. Çünki həmin avtomobillərin yağ kanallarına uyğun olaraq zavod ona 5.30 tövsiyə edibsə, siz ona 10-40 tökürsünüzsə, yağlanma digər cəhətdən nasosun özü belə, bu yağ nasosu, bu özü gərginlik altında işləyir. Gələcəkdə nasosla bağlı problemlər çıxarsa, mühərrikin dağılmasına gətirib çıxara bilir. Dinləyicimiz səs göndərib Ceyhun bəy, gəlin dinləyicimizin səsinə qulaq asaq. Salam, hər vaxtınız xeyir. Salam, axşamınız xeyir. Siz narahat edir. Çox gözəl. Maşının avtomobili markası Nissan'dır, Sani'dir. Yaponkadır. Mən ora deməli 3 litr Shell Ultra 5.30 tökürəm. Mümkündürsə deyəriz də yaxşı yağdır, yoxsa pis yağdır. Buyurun. Həmin marka yağ qlobal markadır əslində. Yağın bir dənə tam olaraq onu deyə bilərəm ki, maksimum dərəcədə Alman istehsalı olanı tövsiyə edirəm. Çünki onun digər forumlarda var ki, analizlərini göndəriblər. Analizin cavabları heç də ürəkaçan olmayıb. Eyni təsnifat kodunda, eyni yağdan Yaxşı, göndərilib. onun orijinalını necə əldə edə bilərlər? Azərbaycanda rəsmi distributor var da, yaxınlaşıb onlardan ala bilərlər. Bugünkü gündə Varlarıdır. Bəli, Azərbaycanda rəsmi distributor var həmin markanın. Yalnız rəsmi distributordan alsalar belə bir problem yaşamazlar. Amma yenə deyirəm, onun saxta məhsulları da bazarda çoxdur. Kifayət qədər var. Bəli, mən də eşitmişəm. Var, bəli. Bu da onlara gələcəkdə fəsadlar yarada bilər. Əgər rəsmi distributorla maraqlanmaq istəsəz, bizim Elçin bəyin nömrəsini yönləndirəriksə, məsləhət verər və yaxud eyni zamanda da Nexium yağlarında, Venol yağlarında məsləhət görürük ki, rahat şəkildə avtomobilinizə o yağı seçim edə bilərsiniz. Nəyə görə? Çünki Avropa istehsalı, yəni Almaniyada istehsal olunan tam keyfiyyətli premium yağdır ki, yəni düşünmədən avtomobilin mühərrikinə tökün və heç bir problem də olmayacaq. 3824 abonenti yazıb. Hər dəfə yağ dəyişəndə ustam deyir filan marka yağ yaxşıdır, amma mən başa düşmək istəyirəm ki, niyə məhz o? Qiymət fərqi olur, amma həmişə keyfiyyət qiymət fərqi olur, amma həmişə də keyfiyyət hiss eləmirəm deyir. Niyə məhz o, yəni hər hansı bir ustanın dediyi markada? Bildim, başa düşürəm. Sadəcə orada bilirsiniz məsələ necədir? Orada marketinq məsələsi var. Bəli, orada tam olaraq marketinq məsələsi var. Ola bilər ki, usta sizə hər dəfə seçim dəyişdirə bilib, amma hər dəfə də keyfiyyətli yağ tövsiyə edib. Bu da ola bilər. Yəni siz onun fərqini hiss edə bilmirsiniz. Çünki yenə deyirəm, premium segment yağlardan digərinə keçəndə müştəri orada qeyri-adi nəsə hiss edə bilməz. Sadəcə yağı dəyişir. Amma orta segmentdən premiuma keçdikcə, bəli, onu hiss edəcək maşının gedişatında, səsində falan və yaxud da ki, premium segment yağdan keyfiyyətsiz bir yağa keçsəniz, onda mühərrikin səsində artım baş verər, onda siz onu hiss edərsiniz. Amma məsləhət olar ki, çalışın bir yağdan istifadə edin, bir yağda qalın. Tez-tez yağı dəyişmək özü çox yaxşı bir şey deyil. Özü yaxşı bir şey deyil. Bəli, çünki yağların tərkibləri deyilən bir şey var. Hər dəfə fərqli yağdan istifadə etmək bu yaxşı nəticələr vermir gələcək üçün. Bizə yazırlar. Bu bayaq bizə yazan abonentidir. 3824 abonenti yazdı ki, bu yağı tökürdüm. Azalma verdi deyə bu yağa keçdik. Başa düşdüm. Əslində onların hər iki markasını biz satırıq. Aha. Bəli, hər ikisini istifadə edirik. Əslində keçid etdiyi yağı biz həmişə müştərilər tərəfindən daha çox bəyənildiyini eşitmişik. Yəni keçid elə bir ki, hansı yağdan keçid edib digərinə, əslində keçid etdiyi yağı birinci, məsələn, əvvəllər istifadə etdiyini daha çox insanlar razıdır. Daha çox razıdır deyəndə ki, ikinci yağdan daha çox razılıq edirlər. Daha çox, yox, birinci yağdan daha çox razılıq edirlər. İkinciyə baxanda. Birincidən daha çox razılıq edirlər. Bəli, çox razılıq. Amma bir nüans da deyim, biz təbii ki, burada yağ markasının adını çəkə bilmirəm. Bəli. Amma həmin o birinci yağdan
kifayət qədər mən sosial şəbəkələrdə də görmüşəm. Şikayətlər var. Hətta Ola. bizim qrupumuzun Yoldasan komandasının baş ustası Tacəddin usta belə o yağdan şikayətləndi. Bəli, əslində orada Problem nədədir? Əslində orada məsələ nədir? Tam olaraq həmin markanın bir neçə çeşidi var. Tam olaraq onun ən ucuzlu çeşid seriyasında, bəli, dediyiniz o turbo ilə təchiz olunmuş yüksək dövrlü mühərriklərdə Azalma onu verir. Verə bilir, bəli. Amma onun tam olaraq full sintetik olan yağı var ki, yəni 4-cü nəsil baza yağıdır. Çox effektivdir, amma qiyməti biraz yüksəkdir. Yəni onun qiyməti ikinci yağdan yüksəkdir. Onun qiyməti bəli, ikinci yağdan yüksəkdir. Yüksəkdir. Bəli. 4459 abonenti soruşur. Deməli, bu yağı tökürəm. Yağının saxtalarının bazarda mövcuddurmu? Bu yağın saxtaları bazarda mövcuddurmu? Məncə var. Zaten həmin yağın birbaşa istehsalçısı Amerikadır. Amma Aha. Azərbaycan bazarında Amerika istehsalı olanı yoxdur. Yoxdur. Xeyr, digər ölkələrdən gəlir. Səhv eləmirəmsə Finlandiya olmalıdır. Finlandiyada olan zavoddan Azərbaycana idxal olunur. Amma rəsmi Amerika mən baxmışam, Amerika deyil. Ya, Azərbaycanda olan. Finlandiyada yəni bu Amma şirkət- rəsmidir, o da rəsmidir. Amma saxtaları bazarda vardımı, onu da bilmirəm. Amma Finlandiyadan gələn belə yenə də Norveçdən ya Finlandiyadan, yenə də orijinalda zavodun onun Nəyə görə ikinci bir deyirəm? zavodu Çünki var. mənim qarşıma çıxıb, bizim yox, rusların forumunda görmüşəm ki, şikayətlənir ki, o yağın Dubay versiyası var onlarda. Olar. Çünki onun Amerikadan bizə idxalı çətin olduğu üçün onun belə bir şey olmağı ehtimalı da normaldır. Ola bilər ki, olsun. Çünki bizdə səhv etmirəmsə o həmin markanın rəsmi distributoru da olmadığı üçün onun keyfiyyətinə nəzarət edən hər hansı bir şirkət yoxdur. Sadəcə olaraq malı gətirə bilər hər hansı bir fiziki şəxs. Amma bu onun necə deyirlər, həmin markanın distributorluğunu almadığı üçün burada hüquqi necə deyirlər, tədbirlərin görməkdə aciz qala bilir. Səfər yazır bizə, görək, daha doğrusu səs göndərib Səfər bəy, görək Səfər bəy nə bildirir? Vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir. Məndə Chevrolet Cruze-du 2018-ci ildir. Əvvəl Shell 530 istifadə edirdim. Prosta o biri maşınlarımda da Shell 530 istifadə eləmişəm. O azalan yağdır. Yəni tərkibində təmizləyici vasitələr falan olur deyə azalma verir. Amma indi məsələn Wolf 530 istifadə edirəm. Azalma vermir, normal da işləyir. Bilmirəm indi bu 530 bunun üçün nə qədər uyğundur. Çünki bunun öz instruksiyasında deyirlər 0.20. 0.20 də bir dəfə istifadə elədim, o da azalma verdi. Təşəkkürlər. Chevrolet Cruze 2018. Bircə dəqiqə bir də səsə qulaq asaq, amma mən bilən 2018 idi. Mən bildiyim qədəri. Yox, ehtiyac yoxdur əslində səsə qulaq asmaq. Kruzlarda hibrid modeli olmadığı üçün ümumiyyətlə ona 0.20 tökmək heç tövsiyə olunmur. Məsləhət olar ki, ona 530 istifadə olunsun. Çünki həmin avtomobillərdə balaca mühərrik olub, turbo ilə təchiz olunub 1.4 gərginlik altında işləyən mühərrikdir. Onlarda hələ biraz yanacağı keyfiyyətsiz tökəndə ən tez sıradan çıxan onun Porsche-ləridir. Tez sıradan çıxır. 92 yanacaqla ümumiyyətlə işləyə bilmir. O 90 əgər siz 92 töküb 0.20 ilə yağından istifadə edersiniz, mühərrikə daha çox ziyan vermiş olar. Hətta. Bəli, bəli. Yaxşı, indi birinci yağı dediyi təbii ki, o azalma verir. Azalma Amma verir. düzdür, bəyəm qatqılar olduğu üçün azalma verir. Elə bir şey O var. elə bir şey yoxdur. Ümumiyyətlə o markanı, həmin dediyi markanı bizim BMW klub deyilən bir qrup var. Oradan üzvlər gəlir bizim yanımıza yağ dəyişməyə. Həmin marka BMW tərəfdaşıdır. Yəni həmin olaraq onlara tövsiyə olunan BMW-nin yağı da ondandır. Yəni ən çox ondan istifadə edirlər. Onlarda da eyni qaydada çox şikayətlər gəlib Shell-lə bağlı azalmağa görə. İndi valla tam olaraq o qatqı məsələsi biraz doğru deyil. Sadəcə mühərriklər temperaturunu, abarodlu mühərriklərdir. Yəni yüksək dövrlərlə işləyən mühərrik olduğu üçün onlara məsləhət görəcəyiniz bilirsiniz də o həmin marka 3-cü nəsil baza yağı olduğu üçün bayaqdan onu tövsiyə edirəm ki, 3-cü nəsil baza yağını turbo mühərriki tökəndə təbii ki, bu azalma baş verəcək.
Bunu tökmək olmaz bunlara. Ona görə də ən yaxşısı Nexium yağını tökürlər. Bəli. Nexium yağını töksələr heç bir azalma baş verməyəcək. Əslində qardaşın ikinci dediyi marka olaraq da Belçikanın yağıdır. Yəni o da bir premium segment bir yağ deyil, orta segment bir yağdır. Üçüncü nəsil baza yağıdır, dördüncü nəsildə deyil yeri gələndə o marka belə. Ona görə ən yaxşısı elə Nexium yağlarıdır. Nexium Venol yağlarını əgər tam premium segment istəyirsinizsə Nexium yağları qiymətləri də münasibdir. Mən bu yaxınlarda növbəti verişlərimizdə artıq onların qiymətlərini də açıqlayacağam. Hal-hazırda təəssüflər olsun ki, gələndə özümlə götürmədim, yadımdan çıxdı götürmək. Amma qiymətləri problem deyil. Avtokom.az saytına da girib, oradan da məhsulların qiyməti ilə tanış ola bilərsiniz. Eyni zamanda sosial şəbəkələrdə də var. İsmail bəy səs göndərib, gəlin İsmail bəyin səsinə qulaq asaq. Salam, axşamınız xeyir olsun. Aleyküm salam, axşamınız xeyir. Məndə maşın Kia Cerato 2013-cü ildir, servisdən alınıb. Mən Shell Ultra 540 tökürəm. Sadəcə olaraq məndə həmişə yəni yağın azalması olur. Yəni bu fərq eləmir. Mən Mərdəkanda qalanda da yəni tıxac falan görmürdüm. 5000-də dəyişirəm yağı, həmişə azalır, həm də qaralır. Həmçinin eyni qaydada indi şəhərdə yaşayıram. Eyni halla rastlaşıram. Bu nədən ola bilər? Problem nədən yaşanır? Minnətdarıq İsmail bəy. Bayaq da dediyimiz kimi o markanın yağında azalma olur. Yəni bəli, yəni o artıq qəbul ediləcək bir şeydir ki, siz nə qədər onun premium markasını töksəz belə, çox təəssüflər olsun ki, bəli, o markada var azalma. O da nədən irəli gəlir? Demək olar ki, o malın mən bizdə paytaxtda təmizini görmədim. Yəni çox təəssüflər olsun. Əslində distributor olaraq var burada. Sadəcə olaraq o markanın özünün Azərbaycan distributorundan söhbət etmir. Özünün problemi dünyanın 15-dən çox ölkəsində zavodlarının olmağıdır. Həmin marka olaraq sırf marketinqə işləyir. Bütün avtomobil şirkətlərinə pul qarşılığında əməkdaşlıq edir. Yağın ilk doldurumunu pulsuz hədiyyə edir. Yəni o qarşılığında həmin avtomobillərin kitabında o yağ tövsiyə olunur. Bugünkü gündə də yəni o keyfiyyətdən çox marketinqə üstünlük verir. Böyük zavoddur. Böyük zavoddur və elədiyi bu addım ki var ha, avtomobil şirkətlərini bir nə qədər qabağa salır. Yəni ümumi xərc baxımından həddən artıq. Özləri də qabağa çox düşürlər. Çünki bu sadəcə onun marketinq belə deyək də hissəsidir. Bu BMW ilə də eyni əməkdaşlıq edir, Kia ilə də, Hyundai ilə də. Sırf hədəf keyfiyyətə nəzarət deyil, sırf həmin avtomobil şirkətlərini bir növ marketinq vasitəsilə ələ almaqdır. Əziz İsmail bəy, əgər istəmirsinizsə avtomobilinizdə yağ azalma baş versin, keçin Nexium yağlarına, yaxınlaşın bizim Yoldasan komandasının təmir texnik servisi var. Hal-hazırda Keçdə istiqamətində biz fəaliyyət göstəririk. Bizim Elçin bəyə yaxınlaşa bilərsiniz. Əzəmidə yerləşən Yoldasan yağ dəyişmə mərkəzinə, orada da hal-hazırda fəaliyyətdə var və Nexium yağları da var və Nexium yağları ilə avtomobilinizin mühərrikin yağını dəyişin, rahat şəkildə, azalma da olmasın, tam güvənli şəkildə də yolunuza davam edin. Bəli, əziz dinləyicilərimiz, artıq mövzumuza yavaş-yavaş yekunlaşdırırıq. Çünki biz bu günləri yağ seçimindən danışırdıq ki, avtomobilinizdə yağ seçimi edərkən nələrə üstünlük verirsiniz? Əsas olaraq hansı meyyalar sizin üçün maraqlıdır? Yağ seçimi edərkən əsas olaraq təbii ki, ustalar sizə məsləhət görürlər, amma siz nələrə fikir verməlisiniz və ustalar da hansı yağları sizə əsas olaraq məsləhət görməlidirlər. Bu barədə danışdıq. Bugün yağ mütəxəssisimiz, Yoldasan komandasının baş yol mütəxəssisi Elçin bəy mənim qonağım idi və biz bu barədə söhbət açdıq. Elçin bəy, son olaraq bizim dinləyicilərimizə və izləyicilərimizə nə məsləhət görürsüz? Yağ seçimi edərkən nələrə fikir verməlidirlər? Qısa yekun cavab vermək istəyirəm ki, hamıya açıq qalsın. Bu məsələni çox uzada bilərdim. Qısalıqla onu demək istəyirəm ki, əgər avtomobil 2005-ci ildən daha yeni dizel mühərrikdirsə, mütləq şəkildə fərq eləməz ölkənin hara olur olsun, C3 tərkibli yağdan istifadə etsin. Əgər benzin mühərrikli avtomobildirsə, benzin təslimat kodları hər avtomobilin özünün var. İndi mən onun bir avtomobillərə görə deməyəcəm, amma ümumi olaraq A3-B4 standart, belə deyək, Avropa standartı bütün benzin mühərriklərə tökmək belə deyək, ən yaxşı seçimdir. Ən yaxşı seçim. Yəni problemsiz bir seçimdir. Yəni öz təsnifat kodundan sonra ən yaxşı seçim olaraq, universal seçim olaraq A3-B4 seçə bilərsiniz. Belə dostlar, mövzumuzu artıq yavaş-yavaş yekunlaşdırırıq və mən yalnız sizə bir şey məsləhət görə bilərəm. Özünüzdən müğayət olun, çalışın, yol hərəkəti qaydalarından pozmayın ki, cərimələnməyəsiniz. Salamat qalın, sabah eşidənədək.